Salam hörmətli izləyicilər. Hər birinizi Psixiatriya mətbəxində xoş gördük. Bugünkü qonağımız uşaq və yeniyetmə psixiatriyası uzmanı Ceyran Əhmədovadır. Xoş gəlmisiniz Ceyran xanım. Xoş gördük doktor. Bu gün biz Ceyran xanımla cəmiyyətdə çox müzakirə olunan, həmişə qalmaqallara səbəb olan, fərqli fikirlərin olduğu, ondan sonra bir cürə belə deyək də bir ad qoya bilmədiyimiz, yer tapa bilmədiyimiz, müasir dünyada yerinə oturda bilmədiyimiz qadın-kişi münasibətlər üzərinə danışacağıq və ailədə nə necə olmalıdır, kişinin yeri hardadır, qadının yeri hardadır? Bu belə deyək, kişi və qadın arasında fərqlər necədir və bizim şərq mədəniyyətində və qərb mədəniyyətində ailə modeli necədir üzərinə danışacağıq. Ceyran xanım, məsəl üçün bir uşaq yeniyetmə psixiatri kimi, məsələn, uşaqlıqdan necə olmalıdır? Məsələn, belə şeylər olur da, biz bir xəstəyə baxanda, müayinə edəndə görürük ki, şəxs uşaq olanda, məsələn, oğlandı, qız oyuncağı ilə oynayır ya da anası onu qız kimi geyindirir ya da qız dünyaya gəlib ona deyirlər ki, yəni sən mənim oğlum idin. Mən məsəl üçün psixoterapevt olaraq baxanda görürəm ki, xüsusilə oğlan gözlənilən evlərdə doğulan qız uşaqları bir oğlan kimi, yəni kişi kimi, erkək kimi yetişdirilir. Məsələn, bunu siz daha dində uşaqlarla daha çox işləyirsiniz. Necə görürsünüz, necə müdaxilə edirsiniz? Ümumiyyətlə necə olmalıdır məsələn? Tamam, xoş gördük öncəliklə doktor. Uşaq və yeniyetmə psixiatriyasında çox sıx qarşılaşmırıq belə bir ailənin bəlkə sözəl olaraq ifadə eləsələr də ki, məsələn, səni oğlan gözləyirdik, qız oldun falan, amma geyim tərzində falan çox belə bariz fərqliliklər olmur. Ancaq təbii ki, önəmli olan hər uşağı cinsiyyətinə görə davranmaq, cinsiyyətinə görə böyütmək çox önəmlidir. Və dediniz, oyuncaqlarla oynamaq, təbii ki, oğlan uşaqlarının sadəcə silahla, maşınla oynamasının tərəfdarı deyilik bir uşaq psixiatri olaraq. Çünki uşaqlar həm də oyuncaqlarla, yumşaq oyuncaq olsun, kuklalarla falan oynamalıdır. Çünki bu bir mərhəmət duyğusunun əmələ gəlməsində, uşaqların sevgi, qayğı göstərmə duyğusunun əmələ gəlməsində çox önəmli rol oynayır. Ona görə də təbii ki, oyuncaqlarda cinsiyyətə ayırmır. Məsələn, uşağa indi Amerikada son bildiyim qədərilə Florida ştatında deyirlər ki, uşağa sən öz cinsiyyətini özün təyin edə bilərsən. Yəni ya da qadın, kişi ya da neytral olaraq gedir, necə gedir, seçə bilərsən. Məsələn, bu yanaşmaya elmin yanaşması necədir? Ya fərd olaraq sizin yanaşmanız necədir? Yəni biz 14 yaşında uşağa deyə bilərik ki, məsələn, biraz gözdə görək hələ sən nəsən. Sən özün təyin elə görək sən nəsən. Yəni 14 yaşında ergənlik dönəmi, genəldə bu yeniyetməlik dönəmi uşaqlarda cinsi kimliyin arayış dönəmidir, şəxsiyyətin arayış dönəmidir. Bu dönəmdə zaten çox bir ciddiyə almırıq bu dönəmdə uşağın mən qadınam, mən kişiyəm deyə düşüncəsini. Çünki o dönəm zaten dediyim kimi arayış dönəmidir. Özünü axtarır mən kiməm deyə. Orada məsələn dini olaraq da inancları dəyişə bilər ki, mən Allah varmı, yoxmu, Allahı sorğulaması, mən ateistəm, mən dindaram. Bu şeylərə də girirlər o dönəmdə. Ona görə çox da ciddiyə almırıq o dönəmdə. Amma ergənlik dönəmi bitəndən sonra belə deyək də 18 yaşına doğru artıq özünü necə hiss eləyir, artıq bu yöndə bəlli ki, yəni cinsəl kimliyi formalaşmış olur belə deyək. Yəni təbii ki, mən bu cinsiyyət dəyişmə ya da özlərinin qadının kişi, kişinin qadın kimi düşünməsinə falan təbii ki, bir psixiatrist olaraq sayğı duyuram. Belə bir şey ailəmdə olmasını istər miydim? Təbii ki, ona biraz bilmirəm, qarşılaşmadığım üçün belə bir şeyi bilmirəm necə bir yanaşardım, amma buradan məsələn elə bir ailələrə də belə bir uşaqları varsa, belə bir tərcih olunubsa, təbii ki, arxalarında durmaları. Çünki bu uşaqlarda arxalarında durmadıqda valideyn intihar girişimləri falan çox rast gəlinir. Depressiyalar çox rast gəlinir. Nə qədər çətin olsa da hər zaman övladımızın arxasında olmalıyıq. Təbii ki, bu mütləq ki, belədir. Çünki mən də özüm də görmüşəm. Azərbaycan bizim kimi patriarxal cəmiyyətdə çətindir. Xüsusilə əgər oğlun qıza çevrilirsə, bu çox ağır bir prosesdir. Qızın oğlana çevrilirsə problem deyil. Yəni o biraz daha rahat həzm edilir. Çünki bizim ölkədə təbii ki, sünnət bizim kültürdə sünnətə bu qədər önəm verilib, toy çalınırsa, çalğı çalınırsa, qurbanlar kəsilirsə, təbii ki, belə bir cəmiyyətdə qızın oğlan olması çox da bir qorxulacaq, problem olunacaq bir durum deyil, nə yazıq ki. Təbii. Biraz elmən baxdıq prosesə, amma məsəl üçün ailə məsələləri də indi bugün bilirsiniz Azərbaycanda rəsmi statistika 40% boşanma göstərir.
dəhşətli bir artım var. Kişilər narazıdır, qadınlar narazıdır. Kişi deyir ki, boynumuza çox yük qoydular. Qadınlar deyir ki, mən kişi olmaq istəyirəm. Məsələn, bu məsələlər necədir? Yəni necə görürsüz ya da ümumiyyətlə necə olmalıdır ailə modeli? Yəni şərqlimi, qərbləmi? Biz məncə özümüzü də tapa bilməmişik cəmiyyət olaraq. Mən qərb modelini daha çox bəyənirəm. Çünki şərq modelində bizim ölkədə, bilmirəm, Türkiyədə çox deyil bu. Türkiyədə məncə orada da biraz abartısı, məncə orada qadınlar daha üstündür. Kişilər məsələn adi zarafat yana çəkilən videolarda olsa belə, bu orada yaşayanda da görürsən ki, məsələn qadın kişidən, kişi qadından çəkinir məsələn. Çünki harasa gedəndə dostunla görüşməyə gedəndə belə yoldaşından icazə alıb gedirlər. Amma bunun da eyni forması bizdə Azərbaycandadır ki, qadın gedəndə kişidən icazə alır. Yəni mənə bu düşüncələr çatmır, sözün açığını deməyə qalarsa. Çünki niyə iki yetişkin insan evlənir və qadın kişidən icazə almalıdır? Tamam, bir yerə gedəndə qadın kişi qadına getdiyi yeri bildirməlidir. Amma burada icazə nədir? İcazə məsələsi belə ki, zaten evlilik azadlığı məhdudlaşdıran bir müəssisə deyil mi? Yox, evlilik sadəcə sorumluluqlarının dəyişdiyi bir, yəni Azərbaycanda təbii ki, bu türməyə bərabər bir şeyə çevirirlər. Çünki həqiqətən cəza evinə girmiş kimi qızı aparırlar. İşləmərsən, işləməyəcəksən. Bir də oxumuş qız axtarırlar təbii ki. Niyə oxumuş qız axtarırlar, onu da bilmirəm. Oxumuş qız axtarırlar və aparıb qızı işləməyəcəksən, evdə uşağa baxacaqsan. Qadının bütün həyatı qısıtlanır. Kişi təbii ki, mən kişiyəm deyib gedir dostlarıyla da görüşür, yoldaşlarıyla da görüşür, amma qadının hər şeyi qısıtlanmış olur. Burada evlənən tərəf qadın olur. Tamam, evlənən tərəf kim olmalıdır? Yəni ikisi də sorumluluq alırsa ikisi də almalıdır. Mənimlə bağlı belə fikirlər var ki, mən qadınların əleyhinəyəm. Amma məsəl üçün cəmiyyətdə bu gün məsələlər var. Məsələn deyir ki, biz bərabərik. Biz bərabər deyilik. Biz üstünük təbii ki, qadınlar olaraq. Təbii siz üstünsüz. Yəni bizim bir psixiatr dostumuzun dediyi kimi, yəni deyir biz qadınları kişilərin səviyyəsinə düşürmüşük. Qadınları kişilərin səviyyəsinə. Qadınlar israrla aşağı düşmək istəyir. Yox, biz heç də aşağı düşdüyümüzü düşünmürük. Siz bizim elədiklərimizi təbii ki, eləyə bilmərsiniz bir kişi olaraq. Bəli. Sonuç olaraq bir qadının öncəliklə bir uşaq doğması, uşaq hamiləlik sürəcini keçirməsi, o uşağı dünyaya gətirməsi, həm ev idarə edib, həm iş həyatını yürütməsi, hər tərəfli qadın təbii ki, mükəmməldir. Siz bizə çata bilmərsiniz təbii ki. Qərb modelindən necədir? Məsəl üçün kişi qadın işləri var da, indi bu toplumsal cinsiyyət rolları var da. Yəni deyək ki, həftənin 3 günü biri bir işi görəcək, 3 günündə biri bir iş. Nə bilim, məsələn, yemək bişirəndə bizim mədəniyyətdə necədir? Məsələn, kabab çəkmək kimin işidir? Niyə bunu işə ayıraq ki? Yəni kim bacarır ona? Kişi işləri var, qadın işləri var da, yəni. Yox, mənə görə mən sanki belə bir, hətta mən son dövrlər özüm də diqqət edirəm geyimlərə falan da. Yəni bizim belə kişilərin də, yəni erkək daha şeysə, erkəklərin geyimi belə qadın sılaşı, qadınların da geyimi kişi geyimi kimi olur. Niyə? Yəni niyə bir rəngi ya da geyimi kişiyə, qadına şalvar geyinirik də kişi? Yox, şalvar geyinirsiniz. Yəni hər hansı bir kişi də qalxıb yubka geyinməyəcəyinə görə. Amma bu məsələ biraz şey deyilmi? Yəni evdə uşağın zehnində qarşılıq yaratmırmı? Niyə yaratsın? Yəni 3 gün nə bilim yeməyi anası bişirir, 3 gündə atası bişirir. Necə nə yaratmır? Yəni mütəmadi belə olur. Yəni yox, bizim Azərbaycanda elə deyil. Bizim Azərbaycanda mən pasiyentlərdən görürəm ki, uşaq gəlir, oğlan uşaqları daha çox belə otururlar, ana qabağında işləyir. Uşaq deyirsən ki, sorumluluğunu bilməlisən, yəni anaya da deyirsən ki, öyrətməlisən. Uşaq qayıdır deyir ki, anam niyə var? Anam eləyəcək də. Ana evdə qulluqçu rolundadır. Ana modeli deyil, qulluqçu. Ana qulluqçu olmasın, amma ana ata o iyerarxiya zənciri məncə olmalıdır da. Yəni məsələn, dövlətlərin idarə olması necədir yəni? Arkada qadın idarə edir. Tamam, arkada birinci xanım idarə edir. Hər zaman qadınlar idarə edir. Necədir yəni kişi edir. Amma biz kişinin əlinə nə bilim müəyyən ev əşyalarını verək ki, haydı sən süpürgəni götür, həftənin 3 günü sən süpür, 3 günü mən süpür. Doktor belə deyim. Bu kişi süpürgə ilə bir münasibət quracaq və gələcəkdə problem yaranacaq. Yox, bizim Azərbaycanda kişilər biraz şeydilər, möhtac. Həqiqətən tək qalsaz, heç bir işi görə bilməyəcək möhtaçlıqdasınız, acından öləcək insanlarsınız. Yəni bunu da biz qadınlar yetişdiririk nə yazıq ki. Yox, mən bir şeyi aydınlatmaq. Məsələn, siz deyəcəksiniz qərb modeli. Qərb modelinin ailə institutunda problemi yoxdurmu yəni? Yox, nəyə var? Məsələn, baxsan ki, belə kişilər o qədər ev işləri görür ki, qadın işləri.
istər-istəməz belə feminenləşir də. Yox. Dünyanı bu dəqiqə belə qadınsa erkəklər basır. Yox, onun nə Hətta bu əlaqəsi? sevilən bir kütlədir və kişi kimi qadın dediyimiz insanlar da əks tərəfdə təqdir görür. Amma mən bir psixoterapevt kimi deyə bilərəm ki, heç biri də xoşbəxt ola bilmir. Yəni heç biri deməyim, böyük əksəriyyəti ola bilmir. Yox, mən özümü Güclü erkək axtarırlar. Yox, mən özümü bir kişi kimi, qadın kimi də düşünmürəm. Mən özümü elə qadın kimi qadın düşünürəm və qadın olduğumla da fəxr eləyirəm həqiqətən və bu qədər bacarığımın olduğuna görə də özümdən qürur duyuram ki, da, yəni qadınlar uşaq dünyaya gətirir, menstruasiya olur filan, uşağı bəsləyir, yuvanı qurur. Bunlar çox gözəldir. Hətta bununla bərabər oxuyur, təhsil alır, uşağa baxır. Məsələn, uşaq həmişə bu örnəyi deyirəm də, yəni ana öləndə uşaq ailə dağılır. Ata öləndə ailə dağılmır, çünki ana onları bir yerdə tutur. Amma bugünkü gün biz qadınları qadınlıqdan çıxartmağa çalışmırıqmı? Sən erkəksən demirikmi onlara? Yox, kim deyir? Kapitalizm deyir. O sadəcə Azərbaycan kafasındakı kişilərdir. Sosial olaraq dağıtmağa istədiyi şey. Yəni qadını qadınlıqdan çıxarıb erkək eləməkdir. Yox, doktor, siz siz qadını daha çox, yenə deyirəm, o qulluqçu rolunda görmək istəyirsiniz ki, qadın evdə, kişi getsin. Məsələn, həm yolda qadın işləyir, həm kişi işləyir. Evə gedəndə kişi ayağını uzadıb divanda oturur, kuxnadan yoldaşını çağırır, filan kəs gəl pultumu ver. Yəni qalxıb o pultu götürməyə belə tənəzzül edir. Uclardan danışırıq hal-hazırda. Yəni uclar deyil, o Azərbaycan gerçəyidir. Bax, mən məsələn bir şey düşünürəm ki, bu məsələdə istəyir qadın, istəyir kişi, əgər həyat yoldaşı deyək də, partnyoru əzik biridirsə, məsələn, əzikliyi göstərir. Necədir? Deyək ki, bir tədbirdir, bir yerdə çörək yeyirlər, ya nəsə eləyirlər. Qadın bir də görsən qayıdır deyir ki, kişi kimdir? Kişi evin süpürgəsidir, hara qoysa orada deyəcək. Onun adətən qadınlara yox, qadınlara deyirlər daha çox. Gəlin evin süpürgəsi. Gəlin ev yox. Qadın deyək ki, nə bilim, bir yerdə bir hesab verilməlidir. Qadın əlini atır cibinə ki, bir dəqiqə deyən, siz buradasınız, mən də varam, mən də hesab verəcəm. Ya da bir görüşə gediblər, deyək ki, bir oğlanla qızı tanış eləyiblər. Gediblər ilk görüşə. İlk görüşdə indi tanış olmağa gəliblər də. Date deyək ingiliscə yeni terminlə. Şot gəlib, nə bilim, 100 manat. Qız da çıxıb ki, 50-sini də mən verəcəm. Yəni burada şaşılacaq bir durum yox ki. Burada bir problem var. İndi bu tərəfdə bir əzilən kişi var. Digər tərəfdə də məsəl üçün bizim o kültürel fenomende gördüyümüz ailələr var da. Yəni klassik ailələrdə bir qadın var, bir kişinin arvadıdır və bu qadın bütün o nəslin qulluqçusudur. Deyək ki, kiminsə uşağı xəstədir, ona tapşırıq verilir, get ora qaç filan işi gör. Ailə konsertə gedəcək, bunun arvadı uşaq saxlayacaq. Başqasının uşağı. Kim eləyir? Kişi eləyir. Təbii ki, yəni, kişi eləyir. Burada bu cür münasibətlərdə, yəni əzik qadın və əzik kişi heç vaxt o ailələr cəmiyyətdə sayğı görə bilmir. Hələ kişi əzilirsə, yəni biz bu Niyə hələ kişi? Hələ kişi əziləndə çünki evin aparıcı qüvvəsi odur da. Qadın əzilə bilər də yəni. Yox, qadın əzilməməlidir. Amma yəni çox da bir problem deyil qadın əzilməsi. Bilirsiniz necədir? O psixoanalitik nəzəriyyə tərəfdən baxsaq, qadın doğuşdan bir əksikliklə doğulur. Yəni belə deyək, bədənə kənardan baxanda görürük ki, kişidə qabağa çıxıntı var, yəni penisi var. Qadında bu şey yoxdur və qadın bir müddət bunun həsədini yaşayır. Niyə bu şey onda yoxdur? Və bu penisə biz simvolik mənada fallus deyirik və gücü simvolizə edir hər zaman və fallus arayışları yaşam boyu davam edir. Bunun əsasən 3 yolu var. 1 həyat yoldaşı üzərindən bunu əldə edəcək. 2 özündə olacaq. 3 oğlan dünyaya gətirəcək. Yəni oğlan dünyaya gətirməyi də simvolik məsələdir. Çünki onun belə deyək də qarnından o özündə olmayan bir şey çıxır. İndi sünnət toyu məsələsinə gəldiniz, o da orayla əlaqəli təbii ki. Və bu cür qadınlar, xüsusilə indiki cəmiyyətdə hansı ki, kişi, qadın bərabəri filan deyirlər, biz tamamilə fərqliyik. Bu qadınların bir çoxunun fallik gücü əldə etmək kimi bir arzuları var. Ona görə israrla bayaq dediyimiz kimi, yəni qadını çəkib salırıq kişinin səviyyəsinə ki, səndə də olacaq fallus və bu fallik qadınların çoxu həyatda xoşbəxt ola bilmir. Çünki daima kişi tərəfindən, yəni kişi istər-istəməz evdə bir tarazlıq var da hər zaman. Güc nə qədər kimin əlindədir və bu tarazlıq qadına tərəf yönələndə istər-istəməz cəmiyyətdə baxıb deyirlər ki, ya filan kəsin evini arvadı idarə edir, filan kəsin kişisi dinə bilmir və mən özüm də müşahidələrdə görürəm ki, bu cür kişilər daha belə passiv, çəkingən, öz sözünü deyə bilməyən. Bu genəldə Azərbaycan ailəsinə aiddir. Yəni, çox güman ki. Belə bəzən düşünürəm ki, bu Freyd falan 100% Azərbaycanlıdır.
Yox, Siz psixoanalizi falan da bəzən tam çevirib Azərbaycan psixologiyasına yatırmağa çalışırsınız. bu dünyada belədir. Tamam, Yəni, qadın dünyada- kişi dünyada qadındır, Amma dünyada kişidir. Burada nə var ki? Məncə Amerikada məsələn qadının çıxardıb hesab ödəməsi bizimki kimi tərs qarşılanmaz. Yəni bir kişinin yanında qadının çıxardıb hesab ödəməsi bu kişinin əksikliyi anlamına bir gəlmir ki. Görüşə gedirlər ya, ilk görüşdük, qadın çıxarıb 100 manat hesab var, deyir 50-sini də mən verəcəm. Tamam, Bu oğlan verə bilər. nə başa? Məsələn, mənim öz şəxsən tanıdığım bir yaxın dostum var idi. O vaxt ailə qurmaq istəyirdi, o Türkiyəyə təhsil alırdı və yenə də tanıdığım bir qız var idi. Getdik, gəldi. Heç o vaxt mən psixiatriyada filan deyildim, bu nəzəriyyələri də oxumamışdım. Gəldi mənə dedi ki, ya o hər iki şəxs də ayrı-ayrı ixtisaslardaydılar yəni. Dedi ki, bu qadın elə kişi kimidir. Bu mənə deyir ki, bilirsən necədir? Həyat belədir, həyat elədir. Yəni belə deyək ki, evdəki qaydaları təyin eləyir ya da nəyin necə olacağının qaydasını təyin eləyir. Niyə qaydanı kişi təyin eləməlidir ya da qadın təyin eləməlidir? Qadın deməlidir, kişi qoymalıdır qaydanı. Yox, ortaq məxrəc deyə bir şey var yəni. Ortaq məxrəclə alınmır da. Yəni bir evdə 2 dənə hakimiyyət olanda o iş Niyə hakimiyyət olmalıdır bir evdə? Amma istər-istəməz bir yerdə ailə bir müəssisə deyil, uşaq və bir iyerarxiya zənciri var da ailədə. Niyə? Böyük, kiçik, Niyə? balaca Niyə? olmamalıdır. Yox. Necə olmalıdır? Uşaq o zaman sizin ailədə, məsələn, indi sizdən misal gətirəm, üzr istəyirəm. Məsələn, ailədə o zaman sizin uşağınızın söz demə haqqı yoxdur. Müəyyən məsələlərə demək haqqı yoxdur. Yox, müəyyən məsələ zaten uşağın yanında danışılmamalıdır əgər bir şey Yəni desə. harda yaşanılacaq, avtomobil alınacaqmı? Mən Tamam, məsələn mən uşağın elə yanında görmüşəm, zaten danışılmamalı. anaya yatırmaq istəyirəm, uşaq deyir ki, hara yatırsan? Tamam. O evdə necə bir problem var? Tamam, işte o kökündən problemli, yəni sınır kural zaten o başqa bir konudur. Bəli. Bunu keçdim. Amma məsələn normal sınır kural qoyulan bir ailədən Uşağın qarışacağı yer var, qarışmayacağı yer var. Tamam, işte qarışmayacağı yer zaten uşağın yanında danışılmamalıdır da. Tam Yəni razıyam uşağın sizinlə. məsələn o zaman sizin dediyinizə görə, məsələn siz uşağınıza bir söz haqqı tanımırsınız ki, Müəyyən məsələləri tanımıram. mən deyirəm vəssalam. Yəni müəyyən məsələyə uşaq qarışa bilməz. Mənlə xüsusi həyat yoldaşımın arasında. Yox, o başqa da müəyyən onu böyük dedik ki, məsələ. Ya uşaqdan soruşulacaq şeylər var. məsələn uşaq Soruşulmayacaq tutaq ki, şeylər. bir məktəb, məsələn lisə dönəmidir deyək ki, 9-10 sinif dönəmidir də. Məsələn o sinifə getmək istəmir ya da nəsə belə bir şey. O zaman siz belə qətiyyən əlinizi vurursunuz ki, sən dediyinə qurban. Peşə seçimi ilə bağlı ya da hansı sinif müzakirə oluna bilər. Amma uşaq deyək ki, ana, ata bu gün restorana gedir. Uşaq orada çox da etiraz eləyə bilməz əgər böyükdülərsə ya da hər hansı bir tədbirə gedirlər ya da hər hansı bir birlikdə qərar veriblər. Xüsusən bu uşağın bəzən görsən ki, bizim verdiyimiz qərarlar uşağı yaxından, uzaqdan çox da deməli etkiləmir, yəni təsir eləmir. Niyə uşağın fikrini almırsınız? Yəni iyerarxiya zəncirində, Tamam, hiyerarxiya ailədə, ola bilər. yəni bir yerdə biz bir qurumu idarə eləyirik ya da Yəni ən sonda qurumdan olur, uşağa hamı- xəbər verirsiniz ki, Xeyr, baxın, uşağa Sən xəbər haqqında vermək, qərar vermişik, xeyr, gedirik. sənin haqqında qərar vermişik məsələsi yox. Ailədə müəyyən qərarlara uşaq qarışa bilməz. Tamam, zaten o Uşaqla qərar uşağın bağlı yanında qərarlara, danışmamalıdır. Uşaqla bağlı qərarlara uşağın fikrini təbii ki soruşacağıq, amma onu da birlikdə müzakirə eləyəcəyik əgər narazılıq varsa. Tamam. Bu şəkildə bir ortaq yol tapacağıq. Uşaq Çünki bəzi sualların düz cavabı yoxdur. Elə deyilmi? Tamam, amma atalar düzgün Yox, ata indi yönətmə belədir də. Yəni qadın kişi birlikdə yönətir. Yəni qadın belə deyək təklifləri verir, kişi də bir qərar verir. Amma bizdə problem necədir? Yəni bugünkü cəmiyyətdə erkəkləşən qadınlar, kişiləşən qadınlar ciddi bir çətinlik yaşayır. Yəni sizin üçün o sadəcə, yəni zaten bilirsiniz ki, sizi tutaq ki, arxadan qadın idarə eləyir də. Tamam, bunu qəbul edirəm. Sadəcə o görüntü, yalançı bir görüntü istəyirsiniz də. Yalançı görüntüyə ehtiyac yoxdur. Təbii kişinin də bir qarşıdıq rolu olacaq, amma qadının da fikri soruşacaq. Yəni əzik kişi belə deyək, gündə həftədə 3 dəfə bir yerdə bir kişi evi süpürürsə, mən yenə deyirəm, süpürgə ilə münasibət yaranacaq arasında. Nə edəcək süpürgə? Süpürgəyə tutan kişi olacaq da, istərsəməz bu belədir. Yəni o Süpürgə zaman tutan kişini də mən restoranda da Tamam, sezirəm yəni. Kim bayaq- süpürgə tutur evdə. bayaq mənim yoldaşım evdə mənə ev işində də kömək eləyir. Kömək başqa şeydir. bu. Mütəmadi süpürgələmə Öncə- başqa şeydir. Tamam, bu kömək deyil. O da evdə yaşadığına görə öz ev işlərində Tamam, özü razıyam. batırdığı deyək ki, Məsəl yeri üçün deyək təmizləyir. ki, batırdığı Yəni siz- yeri yox. Nə bilim, kondisioner xarab olub. Tamam, onu özü düzəldir. Bunu kişi düzəltməlidir də. Ya mən düzəldə bilsəm, tutaq ki, Başa mən düşdüm. düzəldərəm. O düzəldə bilir deyə o düzəldir. Niyə bəzi şeylərə bu qədər anlam yüklüyürsüz? O Anlam mənə üçlük çatmır. deyəndə ki, olmur da onun o yaradılışına, fitrətinə ziddir bu məsələ. Niyə? Azərbaycanda fizikdir. Baxın, məsələn deyək ki, yemək məsələsini ayırmaq gəlir, kabab məsələsi. Aha. Kababı həmişə uşaq olanda nə görmüşük? Kim çəkib yəni? Valla həyat bizim evində? evdə mənim mamam çəkib kababı. İşte bu normal deyil. Çünki mənim mamam çox gözəl kabab bişirir. Normal Yəni bir şey bunu deyil.
Yəni niyə bəzi şeyləri tutaq ki, nə bilim, belə o qədər bir mənasız anlam verirsiniz ki. Qırmızı rəng kimlərə aid olur? Niyə kişilər də bu geyinir? Bax məsələn sizin geyiminiz. Valla mənim yoldaşım da çox qırmızını sevir, hələ mən sevmirəm da o daha çox. Yəni niyə rəngin cinsiyyəti olmalıdır? Təbii ki, olmalıdır cinsiyyəti. Niyə? Mən qızıma məsələn mavi rəngdə geydirirəm. Qadın maşınıdır bu. Yox, onu sizin kafada olan kişilər düşünür sadəcə. Amma bu reallıq deyilmi? Yox. İstər istəməz. Azərbaycan kafasıdır o doktor. Ya da biz nə bilim bir qadına baxanda görmürükmü bu kişi kimidir? Çox görsənir yəni Paris seçir. Nəyi görsənir? Yəni hərəkət, davranış, o dediyim kimi də hesabı vermək məsələsi. Nəyəsə sən qadın çox belə yamulsun. Yox, yamulmasın. Qadın mən deyirəm ki, qadınlıqdan çıxmaz. Tamam, belə görüntü olur. İşləsin, tamam, oxusun. İşləyə bilərmi? Ona da gələcəyik. Oxuyan qadını işləməyə qoymur kişilər. Yox, o doğru deyil. Mənim zənnim belədir. Amma qoymursa da evin erkəyi də görsün ki, bu məsələni necə həll edəcək. Niyə necə? Yəni məsəl üçün ehtiyaclar nədir, ailədəki vəziyyət nədir? Yəni biz şəxsi özəl qərar verə bilmirik də. Və də evdə bəşə elə şərtləşiblər. Niyə bəs burada kişinin təhsili heç axsamır Azərbaycan cəmiyyətində? Hər zaman qadının təhsili axsayır. Hər zaman kişilərin şansı daha çoxdur oxumaqda. Bu uşaq dünyaya gətirir, evlənir, ailə qurur. Təbii ki, çətindir. Kimin uşağını dünyaya gətirir? Atasının evinə gətirmir ki, ona görə qadına ayağına mehr veririk ki, bu qədər qızıl veririk ki, bunu sənə veririk. Gəlirsən kişiyə, çox sağ ol. Yəni qadın bir kişiyə zaten o da mənim ən yanlış gördüyüm Azərbaycan adətlərindən biri. Qadın bir kişiyə evlənirsə ona yaxşılıq edir. O hadi canım o qədər yəni. Bəli, məsələn mən atayam, qızımı kiməsə verirəmsə ona yaxşılıq eləmişəm. Çünki qadın xüsusi bir qüvvədir. Nəyə görə məsəl üçün kişiyə yaxşılıq eləmiş olur. Yəni bir qadın bir kişi ilə evlənirsə, o kişiyə yaxşılıq eləyir. Hə, kişiyə evlənəndə ona yaxşılıq eləmir. Niyə? Çünki qadın gəlir bütün işləri görür də. Ona görə siz ona mehr verir. Siz qulluqçu alırsınız. Siz evə qulluqçuna, evə xanımı dəyişiksə alırsınız. Nə var? Evə get qulluqçu elə. Mən məsələn niyə görə bir kişi ilə o atalan sözü də var da, qadın evin süpürgəsi bilmirəm, ata sözü də ana sözü kimin sözüdür. Kişilər niyə görə biz bir qadını kimisə qapısına gedib, niyə görə məsəl üçün elçi getmirik oğlana? Qızı elçi gedirik. Niyə görə qızı alırıq? Tamam, elçi getməyə okeyəm də, amma almaq sözü çox yanlış bir düşüncədir. O da bir yanlış düşüncədir. Elə bil kartof meşoğu alırsınız bazardan, yəni almadı kartof. Atasından gəlib istəyirlər ki, bu qızı bu oğlana istəyirik. Sonunda da nəticədə qadın-kişi münasibətinə qərar verən mərci qadındır. Qadın kişini seçir, kişi qadını seçmir. Bizim cəmiyyətdə seçir. Necə seçir? Bizim cəmiyyətdə qadına nə yazıq ki, heç haqq belə tanınmır heç bir konuda. Baxın, bir kişi gəldi, Ələsgərin qızına baxdı. Dedi ki, bu qızla evlənmək istəyir. Bax, o nə deməkdir? Baxdı, evlənmək istəyir. Göstərirlər də, görücüsünüz. Yəni nədir bu belə qadın elə bil əşya seç. Buradakı hansı suviner seçərdiniz? Əşya kimi görürsünüz. Quruluş belədir də. Bax, quruluş səhvdir də, söhbətiniz odur. Qıza dedi ki, mən Ələsgərin qızını istəyirəm. Elə deyilmi? Görürsünüz, identifikasiya kimi üstündədir. Atanın üstündədir. Filan kəsin qızıdır. Filan kəsin qızı ola bilər. Filan kəsin əri. Yəni qadının heç bir şey yoxdur da, yəni. Filan əri sürüşməz. Təbii, düz sürüşdü. Sonra olur filan kəsin arvadı, elə deyilmi? Ona görə biz, mən zənn edirəm ki, qız seçir. Sonda məsələn deyək ki, Ələsgərin qızın okeylədir. Ələsgər seçir, qız seçmir. Ələsgər seçmir, qız seçir. Ələsgər o kişi ilə yola gedirsə seçəcək. Azərbaycan gerçəyi budur. 100 il əvvəldə danışırsınız. Kim doktor, hər gün görürəm. Belə bir şey yox. Yox, qızı yeni gördüyüm son 3-4 pasiyentdə bunu yaşamışam ki, yəni belə deyim, qızın məktəbə getməsinə qarşı çıxılıb, evdə digər şəxslər oxuyub, qız ancaq bu çox təriflədiyiniz qərb mədəniyyətlərində də baş verir. Var yəni kəndlərində orada. Faiz olaraq baxsaq. Bizdə biraz çoxdur. Amma məsələ odur ki, bugünkü real Azərbaycan Bakı cəmiyyətində az bir millət olaraqdan, sayımız olaraqdan bu qədər çox olmağı məncə bu bax bir məsələ var da. Yəni qadın son anda Ələsgərin qızı deyir ki, mən filan kəslə evlənirəm ya yox. Ay doktor, o Ələsgərin qızının heç fikrin alan var ki. Fikrin alan var, niyə yoxdur? Harda var ay doktor? Azərbaycanda çox ailədə bu yoxdur. Bu məsələ budur. İkinci məsələ ondan ibarət ki, biz qadını alanda, məsələn, dinlə baxsaq, ya da alanda deməyin, heç olmasa evlənəndə deyin. Filan kəsin qızını alırıq. Onun bir bədəli var. Yəni qadın evlənirsə bir kişi ilə ona yaxşılıq eləyib. Gəlib. Tamam, ona yaxşılıq eləyib, ondan razıyam. O uşağını dünyaya gətirib, o ailənin təsərrüfatı. Niyə onun uşağına? O uşaq ortaq deyilmi?
Uşaq 50-50 müştərəkdir, amma qadın istəməsə dünyaya gətirməz. Tamam, istəməsə dünyaya Görün nə qədər gətirmə. seçim nöqtəsi Tamam, var. İstəməsə amma getmir, sizin dediyi- istəməsə dünyaya gətirmir, istəməsə baxmır. Məncə Azərbaycanda heç bir qadına elə bir haqq tanınmır Necə ki, qadın tanınmır? doğsun. Evləndiyi günün səhərsi soruşulur ki, bir şey var. Başa düşdük də, indi bax məsələ budur. Qanuna ona görə mehr Hansı verir. qadından soruşulur Qadına görə ki, bu uşaq məsələdən doğmaq istəyirsən yoxsa O qədəsi istəmirsən? var ki, heç kişinin xəbəri olmur ki, uşağı olmuş, yer abort edir, çıxır gedir. Kim doktor? Heç xəbəri Azərbaycanda yoxdur, ikinci hamlə qanunda qalıb elə qadın. bir şey varmı ki, kişinin xəbəri olmadan onun uşağını Yoxdur ki, abort elətdirəsən? eləyirlər. Eləmək başqa bir şeydir, amma Baxın, qanunla Biz danışmaq niyə yoxdur görə belə bir şey. qadına, məsəl üçün yaxşı, o zaman deyək ki, varsayaq ki, sizin bir oğlunuz var ya da qızınız var. Gedək qıza, oğlanla evlənəndə çıxarın bu oğlana bir 100 qram qızıl verin. Niyə verir? Verirsiniz. Vəbşə qıza niyə Vermirik də. verir? Qıza mı verir ki, o bizə yaxşılıq eləyib. Ay doktor, Bədəli o var, qadın- bilirsiniz nəyə girir? Qadın sizlə evlənirsə, onun hesabını ödəyəcəksiniz. Ona görə görürsüz, qədimdə məsələn deyirlər ki, dində peyğəmbər deyir ki, yaxşılıq eləyin, filan kəsi evləndirin. Filan kəsi evləndirmişəm, toy eləmişəm filan kəsi. Ay doktor, bizdə niyəsə qadını bir əşya olaraq Qadınlar özlərini əşya olaraq Yox, görür. Düzdür. Dəyər olaraq görmür, əşya olaraq görür. O şeyi çox çünki siz kişiləri qadınlar böyüdür. Bəli, Onu mən bəli. razıyam ki, qadınlar Qadın- özlərini dəyərsiz qadın, gördüklərinə baxın, görə biz siz yanaşma belə tərzi çox düşüncədə kişi önəmlidir. böyüdür. Qadın deyə bilər ki, mənim dəyərim budur. Mənə bu dəyəri ölçürlər. Elə deyilmi? Məsələn, biz peşəmizə bir dəyər ölçmürükmü vaxtımıza? Elə deyil. Tamam, Hər ola biz bilər. bir dəyər ölçürük. Fərqli yerlərdə, fərqli məsələlərə, məsələn, uşağımızın təhsilinə bir dəyər ölçmürükmü? Niyə görə bu gün mən dərdən boğazdan çıxıb uşağını özəl məktəbə qoyan adamlar tanıyıram, hansı ki, resursları çatmır. Uşağın təhsilinə dəyər ölçür. İndi də biz bir qadını böyütmüşük, ona bir dəyər ölçürük. Yəni bu Siz hər də hansı deyirsiniz bir ki, özəl məktəblə siz eyni deyirsiniz ki, şeydədir, əşyadır. tərəzdədir. Bu dəyər ölçülükdə bu həyatda bizim öncəliklərimiz var da, hər birimizin. Sizin ayrı, mənim Sizin ayrı. dediyiniz şey tam olaraq orada yenə qadının bir əşya olduğunu, dəyər biçilir. Bu düşüncə ilə də çox Yox, dəyərsiz edir. Mən dəyərli edirəm. Niyə qadını, siz dəyərsiz? Niyə dəyərsiz qadına edirsiniz. pul verib almalısınız Pul ki? niyə veririk ki? Bədəl ödəyirik. Yəni bunun bir gecə yaşanan bir qadından nə fərqi olur o zaman? Onu da pulunu Bir gecə verirsən. yaşanan qadından fərq odur ki, bu qadın gəlir, sənin bütün həyatını dəyişir. Yox doktor, mən razı deyiləm sizin Yəni düşüncəyə. baxın, bütün insanların həyatda suallar verirlər. Yəni ki, sizi nə xoşbəxt eləyir filan. Uzun illərdən sonra verilən cavab budur ki, yəni yaxşı münasibətlər, yaxşı münasibətin başında partnyor qalır da, yəni. Harda parlaq Evlilik araşdırma? münasibəti. Tamam. Böyle Harvardda sizin bəyəndiyiniz qərbdə yəni. Ki, Qərbdə Amerikada, Floridada bu araşdırmalar bu gün tamam o münasibət ilişki, münasibət içində başında partnyor. Tamam, Yəni, partnyor. dost Mən də münasibət. deyirəm zaten İndi onu. Mən bu demirəm ki, partnyorun- olmamalıdır. Biz deyirik ki, bu partnyor üçün hesab ödənməlidir. Siz deyirsiniz ki, partnyor əşyaya çevirirsiniz. Hə, əlbəttə. Niyə əşyaya çeviririk? Əşya Kişi bir şey, onda belə çıxır ki, bir qadınla evləndi, biraz yaşadı, qərbdə problem oldu da. Deyir yaşamıram. Keçir o birinə. Evləndi, yaşadı, deyir yaşamıram. Keçir o birinə, evləndi, yaşadı, deyir yaşamıram. Hesab yox, kitab yox. Mən sizinlə razı deyiləm. Necə yəni? Çünki siz qadını Çünki bir hesab əşya olaraq edəndə hər dəfə 100 görürsüz. qram qızıl, 1 kilo qızıl verəndə belə olmayacaq. Nə edəcək onda? Də aparıb Bəs təbii servantın İranda başına necədir qoyacaq. boşanma İranda. Türkiyənin özündə təzminat davası açırdılar mənə. Doktor o qadına dəyər vermirsə, çox da keyfli qalsın. Mən başa düşürəm, mən sizlə razıyam, amma bu məsələ biz Nə mənası var o qadından evli qalmanın, ona dəyər verməyəndən sonra? baxın, Siz sadəcə maddiyyata takılırsınız orada. Xeyr, hesab bədələ takılıram. Bədəl o qadını boşamayacaq, amma gedəcək başqasına Başa düşürəm və gezəcək. qadınların elə bir çoxunun da rolu var o boşanma məsələlərində. Yəni biz nəyə çıxır? Yəni biz kişini evlilik birliyinə həbs eləyənmərik. Evlilik birliyi bilərək, istəyərək seçilən bir şeydir. Amma Boşanma qadını həbs məsələsi eləyirsiniz. Hər zaman evlilikdə var. Hər zaman boşanma ola bilər. Amma bir kişi elə asan-asan boşana bilməməlidir. Avropada o deyil. Biraz yaşayırlar. Sonra adam durur ki, "Mən bir evin içində bununla yatmaq istəmirəm." Qutardıq, sağ ol. Bay Tamam, bay. istəməyən İndi yatmaz. burada qadın nəyə çevirdik? Biz Azərbaycanda qadını yenə sübürkəyə Başa çevirmiş düşdünüz, baxın, oluruq. adam evləndi. İndi 5 gün sonra deyir ki, yaşamıram. Tamam, yaşamırsa, istəmirsə zaten Başa yaşamaz. düşdük, amma bu hesab ödənəndə elə olmur axı. Hesab Mən ödənəndə nə randevu olur? sistemində Qadını işləyirəm. yenə qoyursunuz Mən sübürkə kimi randevuda ora. elə istəyirəm. Xeyr, süpürgə. Hə? Kişi də gedir başqasından gəzir, öz həyatını yaşayır. Gəldiniz, gəlmədiniz. Mənə deyirsən ki, yatdım, qaldım. Deyirəm ki, əcəb eləmisən. Yatmağın hesabı var. İkinci dəfə görüşəndə 2 görüşün pulunu qabaqcadan ödəyirsən. Tamam. İki Buna dəfə- okeyəm. İki Amma dəfə sizin görüşün dediyiniz pulunu düşüncə qabaqcadan yox. ödəyən heç bir gecikən adam görməmişəm. Amma biz hesabı ödəmirik. Yəni sən məni seçdin, mən səni seçdim. Yaxşı uşaq oldu, adam da heç bir hesab ödəməyib. Necə olacaq aqibət? O nəyə görə dövlət desən deyir ki, uşağa kim baxacaqsa ona şey açır, Azərbaycanda aliment açır. Ondan sonra uşağın yaşama yerini aliment nə tanıyır. qədərdir ondan xəbərsiz. Aliment odur ki, yəni məsələn uşaq atada qalanda ana aliment verməlidir. Nə gözəl uşağı dünyaya gətirdi, uşaq qalır anada.
Alimenti ona görə alır. Amma sonra gedir qadın kişi evlənir, qadın qarı elə. Baxın, aliment borcuna Uşaqla görə elə. həbsxanada olan insanlar var bu dəqiqə. Mən buna çox düz baxıram. Tamam, onu mən də Çünki uşağı dünyaya gətirə gedirsən. Mən məsələn adamları tanıyıram. Rusiyada 3 dənə Natashadan biri, hərəsinin bir uşağı var. Tamam, onu mən də razıyam. Əkə gedirdi bu dünyada 5 dənə 6 dənə yerdə uşağı var. Tamam, onu mən də okeyəm, amma heç bir cəza almayıb. qadına pul gözü ilə baxılmağına razı deyiləm. Qadına pul gözü ilə baxmır. Əşya Pul hər gözü ilə zaman pul deyil. baxılmağına. Pul bəzən bədəldir, hesabdır. O qadınla evləndirilən zaman, yəni o şey olmamalıdır. Baxın, mən deyirəm ki, bir pul verib əşya qadına, almaq bir qadına, baxın, burada evlənəndə biz müəyyən də indi dinlə məsələn deyək ki, indi bizi də var da qızıl alırıq. Biz də dinin ancaq özümüzə sərf edən Qızıl tərəflərini. alırıq da, İndi qızıl. qalxıb burada dindən danışsaq, hansı bir dini... Qadınların artıq böyükdür. Tamam. Çox böyükdür dində qadınların haqqı. Tamam, amma biz qalxıb burada dindən danışmamız düzgün deyil. Bir dindar deyiliksə, Baxın, o dindən danışmamız. Biz özümüzə gedirlər bizim kişilər 4 qadın almaqdan danışırlar ki, dində 4 amma baxsan heç namaz qılmır. Dində deyir ki, əgər bərabər baxa biləcəksinizsə, 4 qadınla yaşayan hansı xoşbəxt adamı görmüş. Var belə bir adam. Onu keçmişə qayıtmaq lazım. Ya da Ərəbistana getmək lazım. Bizim anlaşa bilmədiyimiz yer odur ki, yəni din o vaxtı bir yaşam rəhbəri olub da. Biz belə yaşayın deyib. Görürlər yaşaya bilmirlər, din gəlir. Tamam, indi sərf eləyəndə ona keçirik də. Din həmşəhərə nazır. Dində belə deyil. Yaşaya bilməyən yer. Yəni bizim anlaşa bilmədiyimiz yer buradır ki, biz qadına verilən hesabı siz pul olaraq, əşya olaraq görürsüz, biz bədəl olaraq görürük. Bədəl odur ki, ödənməsi gərəkən bir şey. Bədəli hər zaman bu həyatda ödəyirik. Yəni deyək ki, siz getmişsiniz xaricdə təhsil almağa. Bu asan bir proses olub. Hesab ödəmisiniz də orada. Bəli. Onda necə yanaşaq? Bədəli var da. Sizin müayinənizə şəxs gəlir, onun bədəlini ödəyir ki. Tamam, buna mən də razıyam. Mən də zaten mən ailələrə uşağı tərbiyə eləyəndə də, məsələn bir uşaq bir yanlış davranış eləyirsə, bir evdəki bir sınır kuralı pozursa, bunun bir bədəli, necə ki biz məsələn qırmızı işıqda keçəndə cəza ödəyiriksə, bu bir bədəl, buna okeyəm mən. Amma bir qadının bir o qırmızı işıqdakı cəza kimi, nə bilim evdəki hər hansı bir əşyanın yerinə qoyulub, yəni elə bir dəyərsizləşdirilməsi buna razı deyiləm. Siz fenomenoloji yanaşmada hər kəs bir prosesi öz dünyasında qavrayır da. Yəni biz bir şeydən danışırıq. Mən deyirəm ki, qadına deyək ki, qızıl verilməyi, onun hesab ödəməyidir. Qadın gəlir, yaxşılıq eləyir bir kişilə evləndə. Və kişi qadına yaxşılıq eləmir, qadın kişiyə yaxşılıq eləyir. Onun ailəsini qurur, təsərrüfatı idarə edir, uşaq dünyaya gətirir filan. Siz də deyirsiniz ki, yox, biz əşya deyilik. Kişi nə edir bəs orada? Kişi də ailəni saxlamaq. Ancaq ayağını divanda uzadır. Divana uzatır. Sizin gördüyünüz yox, hayır. Fallusu olan bir erkək, yəni ego gücü yüksək olan bir erkək işləyir, pul qazanır, ailənin bütün problemlərlə məşğul və ata hər zaman gəminin kapitanıdır. Yəni gəmidə bir şey olanda o dəqiqədə ora müdaxilə eləməlidir. Nə edir? Evə gəldi. O falluslatı evə gəldi. Uşaqdan soruşmalıdır nə baş verir bu gün. Tamam, həyat yoldaşından soruşmalıdır nə etməlisən. Tamam. Evdə çətinlik varmı? Nəsə xarab olubmu? Qohum əqrabada ölən, itən, xeyri, şəri olan varmı? Tamam, bundan ibarətdir elə. Ondan sonra nə etmisiniz? Evdə bir yəni də qida ilə bağlı, maliyyə ilə bağlı. Tamam. Mən nə kömək edə bilərəm sizə? Yemək hazırlandı. Qadın yemək hazırladı. Yemək hazırladı. Çəkdi, götürdü kişinin qabağına, ailənə qoydu. Deyək uşaqlarını böyütsə kömək elədi, balaca eləmədi. Oturdular. Uşaqlar oğlandı. Ya biz siz qadına kömək eləmək olar. Tamam, uşaqlar oğlandı sonra. Kömək eləyə bilər. Tamam, sonra. Bəs bunun kömək. Hər zaman belə deyək də mütəmadi olmamalıdır. Yəni qadını burada kömək niyə olur? Kişini qadınlıqdan, kişilikdən çıxaranda başqa cür versiya çəkir. Oradakı köməyə də razı deyiləm o fikirlə. Orada bir evdə tutaq ki, qab yemək yeyilir. Siz də yeyirsiniz, tutaq ki, mən də yeyirəmsə qalxıb biz əsgərlikdə deyilik. Tamam, evdə də qabağınızdakı qulluqçu deyil. Qulluqçu niyə görə qulluqçu olaraq qavramalıdır axı özünü? Siz qulluqçu olaraq qavrayırsınız. Baxın, o zaman evdə xarab olan kondisioneri düzəldən kişi qulluqçudur. Genəldə də siz düzəltmirsiniz ki, usta çağırırsınız. Usta çağırmanın hesabı var. Çağırırsınız fərqi nədir ki? Ustanın pulu göydən tökülür. Yəni 10 qadın da qazana bilər də. Baxın, işte burada anlaşılmazlıq yaranır ki, qadını o zaman siz belə deyim, siz qızların oxumasına da qarşısınız. Xeyr, qətiyyən qarşı deyiləm. Niyə? Qızlar oxumalıdır, hətta kişilərdən artıq oxumalıdır. Niyə? O bir şey ki, gedib işləməməlidirsə. Qız işləməlidir, qız oxumalıdır. Qız ərə də getməlidir. Amma qadınlıqdan çıxmamalıdır. Ərə də getmək məcburdur. Deyir ki, yox, istəyirsə getsin yəni. Zoraki kimi evləndirmir. Amma insan bir növ belə deyək də həyatda huzurlu olmaq üçün hər kəsin öz dünyasına qərar var, amma münasibətə ehtiyacı var da. Tamam, bu evlənməmiş də ola bilər. Tamam, evlənməmiş də ola bilər. Eyvallah. Yəni münasibətdən söhbət. Əgər bircə yaşayışdadılarsa bir evin içində, onda belə deyək də kişi
dediyim kimi də xaladenik düzəldir, ya ağır bir şey var, çəkir. Onda biz buna qulluqçu kimi rəftar eləməliyik. Yəni doktor iş orasındadır ki, Azərbaycan ailəsində qadın hər zaman qulluqçu rolunda iş görür. Kişi amma evdə kondisioner xarab olanda, kran xarab olanda santexnik. Santexnik gətirən kişinin də o qədər ego gücü var ki, gedir işləyir, pul qazanır, gətirir, santexnikin pulunu ödəyir. O zaman kişi evdə ayağını uzadıb oturur. Baxın, ayağını siz deyəcəksiniz, deyir ki, mən işdə ayağımı uzadıb otururam. Qadın evdə ayağını uzadıb oturur. Baxın, bir şeyi qadınlıq identifikasiyasında problemi olanda qadın hər şeyi qulluqçu kimi görür. Yox. Amma məsələn mən bir kişi olaraq evdə xarab olan kondisioneri düzəldəndə özümü qulluqçu kimi algılamıram, qavramıram. Mən şəxsən özümü heç yemək bişirir, gətirir, qoyur mənim qabağıma. Özünü qulluqçu kimi qavramamalı. Ola bilər qadın xəstəliyi. Qadın qavramır, kişi qadını elə qavrayır. Aşıq qavramaq bizim fərdi dünyamızdır. Amma bugünkü ailə rol modelində qadınlıqdan çıxan qadınlar ciddi çətinlik yaşayır. Kişi kimidir və bunun qərarını kim verir qadınlıqdan çıxan qadınlara? Qadınlıqdan çıxan o ki, deyir mən qulluqçu deyirəm, yemək bişirməyəcəm. Bir gün mən bişirirəm, bir gün sən bişir. Tamam, belə deyil. Yəni kababı mən çəkəcəm, şeyi də sən vurassan, pilisosu da sən vurassan. Tamam, indi belə danışan qadında hər halda ki bir şəxsiyyət pozuntusu var, buna girmirik. Normal düşüncəli bir insanla danışırıq. Normal düşüncəli bir insan mənə görə, yəni evdə, təbii ki, burada öz fikrimizi bildiririk də, daha çox elmi əsaslardan çox fərdi psixoloji nəzəriyyədə zaten. Belə keçsə, Freyd həqiqətən Azərbaycanlı çıxacaq. Freyd yəni Avropa göbəyində yaşaya-yaşaya bu nəzəriyyə ortaya qoyur. Vallahi elə bil Azərbaycanda qorumaqdadır yəni bu penis həsədi filan məsələləri. Tamam, amma bir dənə niyəsə bu bizim şərq kültürünə çox yansımış vəziyyətdədir bu penis. Penisin yoxluğunun yasını tutmalıdır ki, qadınlıq identifikasiyası tam baş versin. Tamam. Bunun qərarını kim verir ki, bu qadında qadınlıq identifikasiyası deyir, qulluqçu deyirəm də. Tamam, mən də onu deyirdim ki, bayaq bu şəxsiyyət pozuntusu olan bir qadından getmir ki, evdə davat salsın, borderline bir qadınsa bundan danışmıram. Normal düşüncəli bir qadın, bir kişi evlənəndə evdə tutaq ki, mən onu da qəbul eləmirəm ki, kişi qalxıb yediyi stəkanı, boşqabı stəkanı qaldırıb maşınkaya ya da şeyə qoyanda, yuyanda bu tutaq ki, kişinin alçaldılmasıdır, bunu düşünmürəm. Və ya qadının evdə yemək bişirməsi, bircə dəqiqə çox xahiş edirəm, yemək bişirməsi bunun qadının qulluqçu olduğu anlamına gəlmir. Amma kişi yediyi qabı aparıb qoymalıdır. Bu qadına kömək deyil. Kişi yediyi qabı aparıb qoyur. Yəni o evi istifadə eləyirsə, o da eləməlidir. Yemək yeyildi, qalxdı, kişi gedib divanda oturub televizor izləsin, qadın getsin qabları yuysun. Bizdə o ki, mən gedib çay dəmləyib camiyə gətirirəm. Nə oldu bəs taksi? Amma məsələ ondan ibarətdir ki, siz ailə münasibətində, yəni bunu bir dayatma olmamalıdır da. Kim mən də deyirəm ki, o iş var, kişinin görəcəyi iş var. Mən də onu deyirəm ki, şəxsiyyət pozuntusu yoxdursa bir insanda, bir problem yoxdursa psixiatrik falan. O qadın zaten normal düşüncəli insan dayatmaz. Tutaq ki, bu gün mən xəstəyəmsə, yoldaşım qalxıb evdə toz soranlaması, nə bilim, qabları yuması, uşağın günün içində olsun, rutin həyatda olsun, ikimiz də işləyirik. Vermək olmaz. Niyə? Mütəmadi həyatda. Niyə? Mənim yoldaşım evi toz soranır, tutaq ki, mən silirəm. Burada sizə kömək eləyir başqa bir şeydir, amma bu kömək eləmir mənə. Düzənli evdə yaşadığına görə düzənli həyatda evin işini bir tərəfdən tutur. Yoxkən, normal düşüncəli insandır sadəcə. Hər şey yaxşı ikən kişi evi plisoslanmamalıdır. Niyə? Çünki plisosla münasibət yaranır arasında. O zaman kişi kişilikdən çıxır yavaş-yavaş. Bir evdə kişilikdən çıxırsa, qadın da avtomatik gedir. Tamam, o zaman o kişi evə köməkçi almalıdır. Gedib işləməlidir, bəli. Köməkçi almalıdır ki, o qadın evdə qulluqçu əvəzi işləməməlidir. Hətta elə bir köməkçi olmalıdır ki, doktor sizin dediyiniz şeydən qulluqçudur. Nə oldu? Kişi ev toz soranlayanda qulluqçu olur, qadın olanda. Baxın, kişi necə ki ev toz soranlayanda qulluqçu olur, qadın da kondisioner düzəldəndə qulluqçu olur. Mən bu fikirlə razı deyiləm. O cümlədən də rutin həyatda, gündəlik həyatın içində kişi öz işlərini görməlidir, qadın. Yəni mən sizdən razıyam. Məsələn, kişi fallik gücü olan bir erkək gedir, işləyir, qazanır, gətirir. Zaten fallus elə belə bir şey deyil, yəni yaratma gücü. Və orada o icazə vermir. Qadın fallus olmayan qadın da gedir. Çox yaxşı, bacarıqlı qadınlar var. O deməkdir ki, fallusu var. Bir çox yönətici olmaq üçün müəyyən rəhbər vəzifədə təbii ki, fallus olmalı yəni. Niyə fallus olmalı? Fallus olmasa 100 nəfər idarə eləyənməz. Niyə? Amma bu fallusun gücü nə qədərdir? Evin içində bunu nə qədər ortaya qoyur? Doktor, məncə yəni, Azərbaycan kişisi biraz fallusa çox takılır. Baxın, Freyd takılır və olar bizdə. Rəhbər vəzifədə işləyib. Masallıdan bax bir şey deyim. Rəhbər vəzifədə işləyib, 100-200 nəfər idarə eləyib.
kifayət qədər uğurlu olub, öz peşəsində, elmdə, uşaq böyütməkdə uğurlu olub. Evin içində qadınlıqdan çıxmayan çoxlu qadın var. Amma bu gün Avropa bizə deyir ki, sən bunları eləyirsənsə, sən də erkəksən. Bizim anlaşmadığımız yer buradır. Məncə Avropa belə bir şey demir. Evdə deyək ki, yeməyi bişirib ailəyə çəkirsə, bir qab yeməyi hər il. Bitdi də qadın işini gördü. Ya da evdə məsələn zibili kim atmalıdır? Kim çölə çıxırsa o atsın da zibili də kişi atsın yəni. Yəni tutaq ki, mən evdən çıxıram, yoldaşım evdədir. Mən zibil atıramsa bu mənim əksikliğimdir. Xeyr, rutin həyatın içindən danışırıq biz. 1 gün, 3 gün, 5 gün qadındır, xəstələndi, düşdü yatağa. Yəni evi kim təmizləməlidir? Təbii ki, kişi. Məncə mən sizlə razı deyiləm. Pilisos vermək olmaz. Kişini kişilikdən çıxartmaq olmaz. Sizə qədər kişi çox kişilikdən çıxırsa bir evdə, qadın da o qədər başlayır kişiləşməyə. Bu yaşamda harmoniya var da, tarazlıq. O cümlədən dediyim kimi, yəni bu niyə görə qulluq? Bunu gördüyü iş qulluqçuluqdur, o birisini gördüyü iş qulluqçuluq deyil. Mən gəlib işləyirəm axşam 7-yə 8-ə kimi. Həyat yoldaşımla evə gec gəlirəm. Mən onu qulluqçuyam. Yoldaşınız neçədə gəlir? 3-də 4-də. 3-də gəlir. Onu da siz qərar verirsiniz ki, 3-də gəlsin. Qadın evə tez gəlməlidir. Hə, niyə? Uşağa baxır. Niyə qadın uşaq uşağa ki, sadəcə qadın baxmalıdır? Uşağı atası evindən gətirir. Mən tez gəlməliyəm. O gec gəlməlidir. 2-dən yol var. Niyə? Necə eləyir? Yəni uşaq dərsdən çıxır, gəlir, kim bununla nəzarət eləməlidir? O zaman siz mənəm deyən kişisiniz, bir köməkçi də ona tutun ki, dayədən falan. Allahın baxmağı çox önəmlidir yəni. Tamam, ilk 3 il, 2 il, 3 il çox önəmlidir. 3 il daha önəmlidir, bəli, daha. İndi məsələ ondan ibarətdir ki, yəni bizim bu qərb məsələləri cəmiyyəti silkələyir, podkast çəkməkdə motivimiz odur. Yəni bizim bugünkü dünyada baxın, Trumpın hakimiyyətə gəlməyi belə bizim bu danışdığımız dialoqlarla əlaqəlidir. Ki, yəni altında dinamik səbəb budur. Yəni insanlar nə etməli olduqlarını bununla bağlı ciddi araşdırmalar var Amerikada. Ki biz hara gedirik? Niyə belə olur? Niyə görə Floridada 14 yaşında oğlana deyirik ki, sən elə bir təyin elə görə kimsən? Çox ciddi bir məsələdir və bizim belə deyək də o bizim ailə üstündə çətinliklər var. Çünki erkək hegemoniyası daha çoxdur, qadın hegemoniyası. Bizə daha qüvvətli, əzik, onun bunun işini görən. Deyək ki, bir kişi necə ki qadın kişisini əzdirməməlidir başqa yerdə də. Kişi də qadını əzdirməməlidir. Yəni deyək ki, sənin arvadın durub başqaların, deyək ki, bacılarının uşaqlarına mütəmadi qulluq kimi baxırsa, nəsildə bütün işlərə qaçırsa, hamının bir işi olanda ora getməlidirsə, ən ayaq altda bir adamdırsa, sənin öz kişiliyində də problem var da. Yəni arvadın hansı yerdədir? O cümlədən də qadın kişisini qoyduğu yer çox önəmlidir. Sən kişini hara qoyursan? Kimin arvadısan? Kimin arvadı olduğun yaşamda cəmiyyətdə yerini təyin edir. Zəif, yəni bir güclü belə deyək də xarakterin partnyoru olmaqla zəif bir kişinin partnyoru olmaq fərqli şeylərdir. Niyə kişi bu qədər dəyərli olur ki? Kişi dəyərli qadın bu qədər dəyərsiz olur. Qadın daha dəyərlidir. Qadın kişini yönətən varlıqdır. Amma deməlidir ki, sənsən. Yəni bir dənə sadəcə o ada takılırsınız. Xeyr, ada takılmıram. Evi idarə edən qadın da amma sadəcə görüntüsüz. Qaydanı yazan qadındır, qoyan kişidir, belə deyək də. Amma yazan qadındır. Yazan da qadındır, qoyan da qadındır. Sizi ora qoyan da qadındır. Qoyan qadın sadəcə sizə elə gəlir ki, qaydanı yazan qadındır, qoyan kişidir. Bu cür ailə münasibətləri idarə edən də qadındır, yazan da qadındır, qoyan da qadındır. Hər şey qadındır, sadəcə görüntüsüz. Sizə çünki qadın icazə verir ki, o görüntüdə qalasınız. Xeyr, qaydanı qoyan qadın deyil. Mən düşünürəm ki, bizə fikirlərimizi dedik. Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün. Təşəkkür edirəm. Həqiqətən də bugün qırmızı geyinmişdiniz. Qırmızı olmaq da çox simvolik məsələ idi. Ümid edirəm ki, izləyicilərimiz üçün də maraqlı olacaq. Son sözünüz varsa bilmirəm. Çox sağ olun, çox maraqlı oldu mənim üçün də. Çox sağ olun, təşəkkür edirəm. Növbəti psixiatriya mətbəxində görüşənədək.